Salam arvadınız, xeyir olsun, sifət mövzusu izahını yerləşdik. Bir bəzən. Deməli, sifəti nə ilə qarşıdıra bilirik biz? Feil sifətlə və zərflə qarşıdıra bilirik. Bu da ayrı məsələdir. Burada birinci toxunacağım məsələ, əvvəlki səslərdə toxunmuşam. Məsələn, yaxşı sözü, yaxşı danışır cümləsində, yaxşı sözü oldu sifət, belə sifət yox, zərf. Ne üçün ki, feildən əvvəl gəlmiş olur zərf. İndi burada yaxşılıq sözü hansının hissəsindən yarandığını soruşsa, sən orada zərf götürə bilmərsən, sifətdən yaranma üçün götürmüş olacaqsan. Yəni, ortaq sözlər ki var, kesin dərsdə demişdik bunu, ortaq sözlər ki var, məsələn, isim və sifət kimi işlədilən, daha doğrusu sifət və zərf kimi işlədilənlər, isim və zərf kimi işlədilənlər, onlar leksik şəkil çağırtılanda isimlə və sifətdən yaranma götürürük, yəni zərfdən yaranma götürmüş olmayacaq. Sifətin içərisində birinci məsələ, deməli, dərəcələr məsələsində toxunacam. Dərəcələr məsələsində birinci A dərəcədən başlayırıq. Bilirsiniz ki, balaca sözü A dərəcədə hesab olunmuş olur, bu çoxaltma dərəcəsi deyil. Və söz sadə sözdür, məlumat xarakteri deyirəm ki, bəzi mənbələrdə balaca sözündə canlı leksik şəkilsi götürmə vəziyyəti var. Məlumat üçün deyirəm, amma sadəcə siz kökdən ibarət götürmüş olun. Qabağınıza çıxar işləyir, düzəltmə olma vəziyyəti verilmiş olur. Deməli, heç vaxt ayrıqdır. Yəni, sadəcə məlumat üçün, sadə. Yəni, olar ki, verək ki, məsələn, A variantda mütləq düzəltmə söz var. Məsələn, balaca evə gəldi cümləsində. Burada belə baxırsan ki, yoxdur da. Başqa variantda heç bir uyğun gəlmirsə, sən balaca sözünü düzəltmə götürə bilərsən. Yəni, həmin vəziyyət üçün deyirəm. Çoxaltma dərəcəsində fikir verəcəyiniz məqam onunla ibarətdir ki, deməli, birisi ki, iki yolundan yaranmış olur. Morfoloji yolu və sintaktik yolu. Morfoloji M, P, R, S və eyni zamanda C ədatına yaranmış olur. M, P, S vəziyyətində M-pırısı vəziyyətində sual verə bilər ki, ümumiyyətlə, sifətin çoxaltma dərəcəsi morfoloji yolundan yarananda vurğu həmişə birinci hissəyə düşür. Bu səhv olacaq. Çünki M-pırısının yaranma vəziyyətində birə düşür, zaman yaranma vəziyyətində sonuncu hissəyə düşür. Məsələn, götürək ki, sarı sifətinə sən çoxaltma dərəcəsi yaradanda sap-sarı şəklində yaradacaqsan və vurğu birə düşəcək. Amma zorbaca sözündə vurğu canı üzərində düşmüş olacaq. Yəni, morfoloji yolla yarananda həmişə vurğu birinci hissəyə düşürdürsə, səhv olacaq. Burada xüsusilə toxunacağım məqam ona ibarətdir ki, məsələn, deyirəm ki, otaq bumbuz olmuşdu və ya bumbuz idi. Bir belə deyirəm. Otaq sap-sarı olmuşdu. Sap-sarı olmuşdu. Bir deyirəm ki, məsələn, otaq dümdüz düzəldilmişdi. Çox vacib qeyddir, buna fikir vermək lazımdır. Düzəldilmişdi. Bir də yazaq ki, buradan yazaq. Otaq deməli, qıpqırmızı bəzədilmişdi. Sual verilir ki, hansı cümlədə çoxaltma dərəcəsində olan sifət var? Nömrəliyək. 1, 2, 3, 4 olan nömrəliyək. Öncəliklə sən bunu çıxacaqsan, otaq sap-sarı olmuş vəziyyətində feildir deyə, mürəkkəb feil. Sən bunu çıxmalısın. Bumbuz sözü isimdir, elə deyilmi? Sən buna bumbuz deyə bilmərsən ki, isimdir. Sadəcə deyəcəksən ki, çoxaltma dərəcəsində deyil. Sifət olaraq deyəcəksən, bu sifətdir. Amma adi dərəcədə olan sifətdir, çoxaltma dərəcəsində olan sifət deyil, adi dərəcədə olan sifətdir. Bəzən bumbuz sözdən deyir ki, bu sözü isimdir deyə, bu ümumiyyətlə isimdir. İsim deyil, sifətdir, sadəcə adi dərəcədə olan sifətdir. Çoxaltma dərəcəsində deyil. Dümdüz düzəldilmişdir, bir də qıpqırmızı bəzədilmişdir vəziyyətində. Bu çoxaltma dərəcəsindədir, amma bu çoxaltma dərəcəsində deyil, səbəb nədir ibarətdir. Bu tipli vəziyyətlərdə, M-pırısı vəziyyətlərində necə eləmiş olacaqsan, sözün öz kökünə baxırsan, həmin o söz əgər sırf sifət kimi işlədilirsə, onda M-pırısı artırma vəziyyətində çoxaltma dərəcəsi götürəcəksən. Yəni, bax, məsələn, bunun sintaktik tərif nədir? Qıpqırmızı söz zərfidir, deyilmi? Dümdüz söz də zərfidir, hər şey zərfidir. Bəs bunun hansı zərfdir, hansı sifətdir, yəni hansı çoxaltma dərəcəsindədir və ya deyil? Düz sözünə ayrılıqda zərf kimi çıxış edə bilirsənmi? Elə deyilmi? Onda dümdüz vəziyyətində sən bunun çoxaltma dərəcəsi götürə bilməyəcəksən. Çünki düz sözü burada zərfdir, çoxaltma dərəcəsi yoxdur. Amma qırmızı söz sifət olduğuna görə, qıpqırmızı vəziyyətdə çoxaltma dərəcəsi deyəcəksən. Sadəcə olaraq sifət feildən əvvəl gəlir, zərfi funksiyası yeri getirir. Aydın oldu. Yəni, bu M-pırısı vəziyyətlərindən bağlı elmdə suallar, digər testlərdə də qabağınıza çıxmış olur ki, tapılma qaydası belədir ki, sözün öz kökünə baxırsan, həmin kök, əgər sırf, məsələn, sifət kimi çıxış edirsə və ya daha alternativ qayda deyək ki, rəng bildirilmiş olursa, olacaq çoxaltma dərəcəsi, rəng bildirilmiş olmursa, çoxaltma dərəcəsi götürmüş olmayacaq. Keçək burada C ədatı ilə bağlı toxunacağımız məqam. Orada dümdüz səsi ilə düzəltdiniz, düzdürmü?
Yox, düm hissəsini düzəlmək yox. Bu person hocam. Düz sözün kökü necə müəyyənləşdirirsən? İki hərfini götürürsən, hərf qalırsa, deməli düm hissəsi deyil, bu person düzəlir. Hərf qalmırsa düm hissəsidir. Dimağda mı? Hə, bax ağ sözündə ayrışır. Ağ sözündə iki hərfini götürəndə hərf qalmadığına görə dümağ sintaktik yoldur, dümdüz morfoloji yoldur. Bəs mən hələ qıpqırmızı var idi. Aha. Bu bəzədilmişdi, orada zərf gedir, yoxsa sifət? Zərflikdir, cümləz olan zərflik, amma hissəsi bağlanan sifətdir. Yəni sifət feildən əvvəl gəlir, zərf funksiyası yerinə yetirə bilər. Buyur. Bax Aydın, düz sözündə ilk iki hərfini götürdüm, hərf qaldı, z hərfi qaldı. Ona görə zaman mıprısı artıra bilirsən də, dünü götürürsən, mıprısı artırırsan. Dümdüz sözü olacaq morfoloji yolla yaranmaq, amma dümağ sözü sintaktik yolla yaranır. Çünki iki hərfini götürəndə hərf qalmadığına görə dümağ sintaktik olur. Yaxşı. Bəli. Və canı toxunmamışdan əvvəl bir də deyim ki, deməli sifət zərfi funksiyası yerinə yetirmə vəziyyəti, məsələn, qıpqırmızı, sapsarı bu vəziyyətlərində ola bilər. Və eyni zamanda sız şəkilçisi və l şəkilçisi vəziyyətlərinə toxunuram. L şəkilçisi söz, bax bir şey deyim mən sizə. Yaxşı sözü isimdən əvvəl gələndə yaxşı insan, sifət olur, feildən əvvəl gələndə zərf olur. Bu aydın məsələdir. L şəkilçisi də bu qaydaya tabidir. Yəni bayaqdakılardan başqa digər sifət sözlərdən şəkilçilər də ikili vəziyyətləri varsa daha şəkildə zərf götürə bilərsən. Məsələn, bax qayğılı sözündə, qayğılı günlər. Burada nədir? Sifətdir. Qayğılı görünür, feildən əvvəl gəlir, zərfdir. Amma sız şəkilçisindən bağlı istisna məqam var. Sız şəkilçisi normal şəkildən l şəkilçisinə tabidir, yəni eyni vəziyyətdir. İsimdən əvvəl gələndə sifət olur, feildən əvvəl gələndə zərf olur. Məsələn, deyirəm ki, gülsüz, yox daha doğrusu, mənasız günlər. İsimdən əvvəl gəldi olan oldu sifət, mənasız yaşayır, feildən əvvəl gəldi oldu zərf. Amma sız şəkilçisi, l şəkilçisinə aid deyil, sız şəkilçisi əvəziyyə artırılma vəziyyətində feildən əvvəl gəlsə də sifət götürmüş olacaq. Məsələn, sənsiz sözü. Sənsiz günlər isimdən əvvəl gəlib sifət, sənsiz yaşamaq feildən əvvəl gəlib yenə də sifət götürəcəksə. Amma bu hamısına aid deyil, sırf əvəziyyə artırılma vəziyyətində, digər vəziyyətlərinə aid deyildir. Mənasız sözü həm sifət, həm zərf kimi çıxmış oldu, amma sənsiz sözü istənilən halda sifət olur. Can şəkilçisinə toxunaq. Can şəkilçisi gəlin əvvəlcə qoşma olma vəziyyətini deyək. Canın yerinə biz görə, qədər, çəkir elə video, qədər ilə, fərqi ilə. Bunlardan hər hansısa birini qoya bilirsənsə qoşmadır. Məsələn, yaşsa səndən böyükdür, yaş fərqi ilə. Uşaqsa ağlı yoxdur, uşaq qədər ağlı yoxdur. Yol boyunca getdilər, yol boyu ilə getdilər. Sonra nə qaldı? İsimin mənasında 3 növ var, mənasına görə 3 növ var. Burada deməli, çoxaltma dərəcəsini yaratmıyor. Çünki qoşma kimi çıxış edir. Çoxaltma dərəcəsi yaratması üçün ədəd olmalıdır. Bir şey deyim sizə. Çoxaltma dərəcəsi yaratması üçün ədəd olmalıdır. Amma hər ədəd kimi çıxış edəndə çoxaltma dərəcəsi yaratmış olmayacaq. Məsələn, deyirəm ki, Əli oradaca səni gördü. Oradaca səni gördü vəziyyətində ca burada ədaddır. Təbii ki, ca nəyə artırılır? Zərfi artırılır. Sən bunu çoxaltma dərəcəsi götürə bilməzsən. Ca ədədi var, amma çoxaltma dərəcəsi yoxdur. Keçək, canın çoxaltma dərəcəsi yaratıb-yaratmamaq vəziyyəti. Ca bir də zərf sözlərində eksik şəkilçisi olur. Məsələn, dil anlayışı bildirəndə, rusca, türkcə, ingiliscə dil anlayışı bildirəndə zərf sözlərində eksik şəkilçisi olur. Bir də ehmalca sözündə ehmalca davrandı, Əli ehmalca davrandı. Deyirəm ki, Əli yaxşıca davrandı vəziyyətində. Davrandı. Sən yaxşıca sözün çoxaltma dərəcəsi götürə bilməyəcəksən. Düzdür, ca ədad kimi çıxış etmiş olacaq. Amma çoxaltma dərəcəsi götürməyəcəksən. Yaxşı söz hansı hissəsidir? Zərfdir də. Deməli, sən bunu çoxaltma dərəcəsi götürə bilməzsən. Sadəcə buradakı caların funksiyası nədən ibarətdir? Yaxşıca sözündə, deməli, bir dənə fikrimiz yaxşıca sözündə ca ədaddır və çoxaltma dərəcəsi yaratmır. Ca ədad funksiyası yerinə yetirir. Ehmalca sözündə ca şəkilçisi zərf sözlərinin eksik şəkilçisidir. Yəni, burada ədad funksiyasını yerinə yetirmir. Xüsusi bir qaydası yoxdur ki, məsələn, ayrı deyərsən ki, xüsusi bir qaydası var. Amma ehmalca sözü düzəltmə zərf hesab olunmuş olur. Yəni, bu ədad kimi çıxış etmiş olmayacaq. Amma belə də deyə bilərik, ümumiləşdirib belə deyə bilərik, yox, qaydasını deyə bilərik. Əgər sifətdə və zərfdə ca olarsa, canı ədad götürəcəksən, isimdə ca olarsa, eksik şəkilçisi olacaq. Bax, yaxşı söz zərfdir, onda ca var, ədaddır, ehmal sözü isimdir. Ehmal nə? İsimdir. İsimdə ca olursa, nə götürəcəksən? Zərf sözdən eksik şəkilçisi. Keçdik, sifətin çoxaltma dərəcəsi sintaktik yolunun yaradılması, deməli, tün, düm, zil sözləri, bir də ən, lab, daha, çox və olduqca sözləridir ki, olduqca. Bunlar vasitəsilə də çoxaltma dərəcəsi yaradılmış olur.
Burada olduqsa sözünə fikir verəcək. Məsələn, müəllif testlərində belə suallardan istifadə olunur. Məsələn, deyirəm ki, olduqsa şirin meyvələrdən mənə də ver. Şirin meyvələrdən mənə ver. Və burada olduqsa sözünü sən iki cür düşünə bilərsən. Həm ədat yaradan ünsür kimi düşünə bilərsən. Yəni olduqsa şirin, çox şirin meyvələrdən bir-birə düşünə bilərsən. Bir də meyvələrin olduqsa, yəni var olduqsa, o sözün kökü qısa fe'l bağlama şəkilçisi. Belə də düşünə bilərsən. Yəni belə testlər qabağınıza çıxır. Burada toxunacağımız növbəti məqam tünd sözündən bağlıdır. Tünd sözü bilirsiniz ki, dərəcə bildirməsi üçün testlər istifadə olunmalıdır. Məsələn, tünd qırmızı alma alındı. Sintaktik təhlil edəndə alındı, nə alma, necə alma, tünd qırmızı bir yeri təhlil edəcəksən. Yox, əgər ortada det işarəsi yoxdursa, tünd sözü və qırmızı sözü bu şəkildə verilmiş olursa, qırmızı sözün ayrıcı təyin, tünd sözün ayrıcı təyin götürəcəksən. Buna qeyri-həmsi təyinlə yaratmış olacaq. Deyib sorulsa bir yerdədir, mürəkkəb sözdür. Yoxdursa, amma niksiyası baxımından da mürəkkəb söz götürülmüş olur. Yəni, sintaktik yol deyəndə nəsə oturur? Mürəkkəb, yəni tündür, dümdür və zil sözlər. Bu sözlərlə yaranan sifətlər həm də mürəkkəb sifət götürmüş olacaqsa. Keçdik başqa bir də. İsminə yarananda. Bəli. Çünki sintaktik yol hesab olunur deyil. Ünsür hissəci hesab olunsa belə, yenə də mürəkkəb götürəcəksən. Düzdür, onunla bağlı heç bir testə toxunulmuş olmur, amma toxunulması olsa sən yenə rahat şəkildə mürəkkəb götürə bilərsən. Sırf tündü verirlər. Necə? Birinci təhlil, zilqara. Ha, bir yerdə təhliliz. Necə qaldı? Bəli, zilqara bir yerdə. Deməli, bir də sifət düzəlmə şəkilçilər var ki, dakı şəkilçisidir, iki şəkilçisidir, iyvi şəkilçisidir və lik şəkilçisidir ki, bu şəkilçilərdən düzələn sifətlər adətən çoxaltma dərəcəsində olmur, adi dərəcəsində olmuş olur. Sən bunu çoxaltma dərəcəsində vermirsən. Bax, məsələn, adi dərəcəsində olan yaxşı sözünü çoxaltma dərəcəsində verərsən, ən yaxşı olduqsa yaxşı deyərsən. Amma bu şəkilçilərdən düzələn sifətlər çoxaltma dərəcəsində işlədilmiş olmur, adətən deyirik. Bax, məsələn, götürək ki, evdəki sözü. Evdəki hadisə, hansı hadisə? Evdəki. Və sən bunu azaltma və çoxaltma dərəcəsində verə bilmərsən. Amma bir şey deyim ki, daşı şəkilçisi zərfə qoşulma vəziyyətində çoxaltma dərəcəsində iştirak edə bilər. Biz deyirik ki, ümumiyyətlə iştirak edilmiş olmur. Yeni məlumat olaraq öyrənirsiniz ki, daşı şəkilçisi zərfə qoşulma vəziyyətində çoxaltma dərəcəsində iştirak edə bilər. Məsələn, yuxarıdakı kənd gözəldir. Ən yuxarıdakı kənd gözəldir. Ən ədatını artırıb çoxaltma dərəcəsini verə bilərsən. Normal şərtdən daşı şəkilçisi, kir şəkilçisi bunlarla düzəlmə vəziyyətində çoxaltma dərəcəsində iştirak edilir. Amma daşı şəkilçisi zərfə artırılma vəziyyətində çoxaltma dərəcəsində iştirak etmə vəziyyəti olabilir. Yoxdur. Ha, ha, yazarsınız biriniz, oradan götürərsiniz. Burada yazılar götürür. Daşı və kir şəkilçisindən bağlı məlumatı bilirsiniz də. Daşı və kir şəkilçisi bilirsiniz ki, digər sifət düzələn şəkilçilərdən fərqli olaraq yalnız hansı sualına cavab vermiş olur, necə sualına cavab vermiş olur. Amma digərləri hər sualın üstünə də cavab vermiş olur. Doğrudan toxunmaya ehtiyac yoxdur. Azaltma dərəcəsində morfoloji və sintaktik yolla yaranır. Morfoloji yol hansılardır? Şın, sol, ımtıl, rak. Şın, sol, ımtıl və rak şəkilçisi vasitəsilə yaranır. Sintaktik yolla isə ala, açır, kəm, təhər və yalnız. Yalnız vasitəsilə yaranır, yalnız. Bəniz yoxdur, ha, bəniz yoxdur. Yalnız var, bəniz yoxdur. Bax, məsələn, ağbəniz deyirsən, sən bunu azaltma dərəcəsində götürə bilməyəcəksən. Ağbəniz adi dərəcəsində olan sifətdir. Amma qarayalnız deyirsən, azaltma dərəcəsində götürəcəksən. Yəni, yalnız var, amma bəniz yoxdur. Necə? Yox, bəniz insan üzü deməkdir, ağ öz mənasında işlədilmiş olur. Başqa burada çoxaltma dərəcəsində, bir azaltma dərəcəsində nəyə çox toxuna bilərik? Açıq sözlə toxuna bilərik. Açıq sözü dərəcə əlaməti bildirməsi üçün, yəni adi belə azaltma dərəcəsini bildirməsi üçün özündən sonra rəng bildirən söz gəlməlidir. Rəng bildirmirsə azaltma dərəcəsi götürə bilmərsən. Məsələn, deyirəm ki, açıq, aydın fikirləri var. Açıq, aydın sözü rəng bildirmir ki, sən bunu azaltma dərəcəsi götürməyəcəksən. Deyəcəksən ki, adi dərəcəsi olan mürəkkəb sifətdir. Məsələn, açıq qırmızı deyəsə olsa, rəng bildirən söz gəldiyinə görə sən bunu azaltma dərəcəsi götürə biləcəksən. Dərəcələrlə bağlı toxunmazda elə bir şey qalmadı. Bir də isimləşmə məsələsi. İsimləşmə də rahatdır ki, deməli, burada istisna məqamlara xüsusən toxunmuş olacaq. Normalda biz deyirik ki, sifət isimləşəndə təyin olma funksiyasını itirmiş olur da, təyin kimi çıxış etmiş olmur. Amma sifət isimləşərkən, bax, deməli, ismail olan qrammatik şəkilçilər qəbul edə bilər də. Məsələn, qoca sözüdür, ismail olan qrammatik şəkilçisini qəbul etdi, isimləşdi. Və isimləşəndə ismail olan qrammatik şəkilçilər qəbul edərək isimləşmə vəziyyətində normalda cümlədə təyin vəziyyətində çıxış etmiş olmur. Amma istisna vəziyyəti var ki, məsələn, qocalarda nədir gəldi vəziyyətində? Qocalarda
Əli gəldi. Gəldi kim ələ? Hansı ələ? Qocalardan olan ələ. Qocalardan sözün sən təyin kimi götürmüş olacaqsan. Yəni hətta məsələn deyirəm ki, qoçağı, uşaqların qoçağı əli belə mənada. Qoçağı əli gəldi hansı ələ? Qoçaq. Qoçaq sözü sifətləri mənsubiyyət şəkilsi qəbul etdi. Yenə də sən onu təyin kimi çıxış etdirmiş oldun. Yəni isimləşmə götürülür. Hə, götürülür. İsimləşmə olmaqla isimləşmədir. Bax, burada da isimləşmə var, burada da var. Amma təyin olma funksiyası itirilmiş olmayacaq. Yəni təyin kimi çıxış etmiş olacaq. Qeyri-təyin birləşmə yaratmış olur, o vəziyyətdə təyin kimi götürə biləcəksən. Sifətlə isimləşdirdiyin təyin olma funksiyası itirmiş. Hə, düzdür, istəyirsən xarici kimi verilir, istəyirsən xarici kimi verilir. Yəni itirməyə bilər, belə deyək. İsimləşmədə başqa, deməli, isim aid olan qrammatik şəkilsə cəmi, halı, mənsubiyyəti qəbulunda isimləşir, mütləq isimləşmiş olur. Təyin də ola bilər. Amma deməli, xəbəri şəkilsi qəbul etmə vəziyyətində isimləşə də bilər, isimləşmə edə bilər. Məsələn, deyirəm ki, Əli ağıllıdır. Necədir? Ağıllıdır. Burada görürüz isimləşmədir. Necədir sualını verirsən? Gələn bu qocadır. Bu qocadır. Qocadır. Kim? Gələn. Hansı qocadır bu? Bunda necə müəyyənləşdirəcəksən? Əgər xəbəri şəkilsi qəbul etmiş sifəti təyin edicisi varsa, deməli həmin sifət isimləşir. Niyə? Çünki təyinin qaydası belədir ki, təyin ya ismə aid olmuş olur, ya da isimləşmiş sözlərə aid olmuş olur. Deməli bu isimləşir ki, bu sözü təyin kimi çıxır. Dərsin izahına bağlı lazım olan demək olar ki, hər şey toplulur. Sifətlə bağlı elə bir şey qalmaz.